Hə. Toplu 2019 birinci hissədən uşaqlar həndəsə bölməsidir. Üçbucaq bərabərsizliyi, üçbucağın perimetri. Normal çəkirmi? Hə. Keçək. 1. Deyir, üçbucağın bucaqlarını müqayisə edin. Uşaqlar, şəkil belədir. 8, 7, 5'dir. Burada gamma bucağıdır. Burada beta bucağıdır. Burada isə alfa bucağıdır. Bildiyiniz kimi böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq durur. Ən kiçik bucaq hansı olacaq? 5'in qarşısında duran gamma, sonra gəlir 7'nin qarşısında duran beta, ən böyük bucağımız isə alfadır. Deməli, gamma kiçik, beta kiçik, alfa A variantıdır. Keçirik üçüncüyə. Üçüncü belədir. İki tərəfi 7.8 və 3.4 olan üçbucağın üçüncü tərəfinin mümkün olan ən böyük tam qiymətini tapın. Bax, belədir. A bərabərdir 7.8'dir, B bərabərdir 3.4'dür. Üçüncü tərəf də X-dir. Mümkün olan ən böyük tam qiyməti. Üçbucaq bərabərsizliyinə görə X kiçik olmalıdır, A üstə gələk B-dən, böyük olmalıdır, A çıxaq B-nin modulundan. Düzdürmü? Bizə kiçik tərəf lazımdır, böyüyünü soruşur. Deməli, onda X kiçik olmalıdır bu ikisinin cəmindən. Yəni 7.8 üstə gələk 3.4'dən. X kiçik olur 11.2'dən. Deyir ki, bunun mümkün olan ən böyük tam qiyməti. Ən böyük tam qiyməti heç olur? Bəli, X bərabərdir 11. D variantı. Keçirik 5-ciyə. 5-ci. 5-ci belədir. Üçbucağın iki tərəfinin uzunluğu 2 və 5'dir. Perimetri üçün hansı münasibət doğrudur? Uşaqlar, C deyək üçüncü tərəfə də. C yenə kiçikdir. A üstə gələk B-dən böyükdür. A çıxaq B-nin modulundan. Düzdürmü? İndi fikir verin. A çıxaq B-nin modulu bu 3'dür. İkisinin fərqi. Kiçikdir C, o da kiçikdir. İkisinin cəmi də 7'dir. Düzdürmü uşaqlar? Bu belə. İndi bunun perimetri nə demək? Perimetr P bərabərdir. P bərabərdir. A üstə gələk B üstə gələk C-dir. Düzdür? A üstə gələk B neçədir? A üstə gələk B 7'dir. Yəni 7 üstə gələk C-ni qiymətləndirməliyik. Düzdür? Biz hələ bərabərsizlik keçməmişik. Bərabərsizlik indi 8-ci sinifdə keçməliyik. Bərabərsizlik xassəsinə görə biz bu bərabərsizliyin hər tərəfinə eyni bir ədəd toplaya bilərik. 7'ni toplayıram perimetri almaq üçün hər tərəfə. 3'ün üstə 7 gələndə elədi 10, kiçikdir. 7 üstə gələk C, kiçikdir. Bunun da üstə 7 gələndə 14. 7 üstə gələk C də perimetrdir. Deməli 10 kiçikdir P-dən, kiçikdir 14'dən. Bax, perimetr üçün bu münasibət doğrudur. C variantı. Yaxşı. Keçirik 7-ciyə. 7-ci də maraqlı sualdır. Belədir. Körbucaqlı üçbucağın fikir versəniz, körbucağı verməyib. Bu A-dır, bu B-dir, bu C-dir. Buranı verib alfa, buranı verib 2 alfa. Yəni, burada nə deyir? Körbucaqlı üçbucağın ABC tərəflərini müqayisə edin. Körbucaq bir dənədir da. Buradan görünür bu körbucaq olduğu. Deməli, ən böyük tərəf bunun körbucağın qarşısındakı tərəfdir. Bu ikisini də bir-birlə müqayisə eləmək üçün görürsünüz, birini o birindən 2 dəfə çox verir. 2 dəfə çox verir. Onda ən kiçik tərəf hansıdır? Alfanın qarşısındakı. Ondan böyük olan B'dir. Ən böyük tərəf də C'dir. C variantı. Keçək 9-cuya. Dokuzda deyir ki, iki tərəfi 7 və 8 olan üçbucağın üçüncü tərəf hansı ola bilməz? Bax, A bərabərdir 7'dir, B bərabərdir 8'dir. Biz də C-ni qiymətləndirməliyik, düzdürmü? Bilirsiniz ki, C kiçikdir, A üstə gələk B-dən böyükdür, A çıxaq B-nin modulundan. İndi A çıxaq B-nin modulu 1'dir, kiçikdir C, kiçikdir 15. İndi görün bu şərti ödəməyən variant hansıdır? D nə verib gördüm?
15 olmaz. Deməli D variantı doğru deyil. Başa düşdünüz? Çünki 15-dən kiçik olmalı. Keçirik 11-ciyə. Görək 11-də nə deyilir. 11-də deyir ki, iki tərəfi 7 və 5 olan, bu da bayaqkına oxşur. A bərabərdir 5, B bərabərdir 7. Perimetrin ala biləcəyi ən böyük tam qiyməti. Əvvəla C-nin ala biləcəyi qiymətə baxaq. C kiçikdir, A üstə gələk B olmalı. Ya C kiçikdir, 5 üstə gələk 7-dən. Onda C kiçikdir 12-dən. C-nin ala biləcəyi ən böyük tam qiymət 11-dir. Yəni C bərabərdir 11. Perimetrin ala biləcəyi ən böyük tam qiymət isə nə tər olacaq? 5 üstə gələk 7 üstə gələk 11. Bu neçə eləyir? 23 mi eləyir? 23 var mı? B yoxsa D? D. Yaxşı. Özüm əslində bunun izahı biraz fərqli formadadır. Bayaq kim bərabərsizliyi ilə həll eləməliydik. Amma siz hələ bərabərsizlik keçmədiyiniz üçün mən bu üsulla izah eləməli oldum. 13-ə baxaq. Deyir ki, tərəflərin uzunluqları nisbəti 5-in 4-ə 3-ə nisbətindədir. Üçbucağın perimetri 48 olarsa, P bərabərdir 48 olarsa, onun kiçik tərəfini tapın. Tapaq da, deməli onda tərəflər nə tərdir? Biri 5K-dır, biri 4K-dır, biri də 3K-dır. Perimetr nə demək? P bərabərdir 5K, üstə gələk 4K, üstə gələk 3K, bu 48-dir. 12K bərabərdir 48, K bərabər 4 elədir. Kiçik tərəf də 3K-dır, yəni 12-dir. A variantı. 15-ə baxaq. 15 də çox maraqlı və aldadıcı bir sualdır. Dövrünün yaxşı çalışmalarından biri hesab olunur. Belə bir çalışmadır. A'dır, B'dir, C'dir, D'dir. Bu da X'dir. İndi deyir AB bərabərdir 2. BC bərabərdir 3. AD bərabərdir 3. CD də 6 olarsa X'in ala biləcəyi qiymətləri tapın. X'in ala biləcəyi nədir? Yenə burada da çox təəssüf edirəm, bərabərsizlikdən istifadə edəcəyik. Bax, X kiçikdir 2 üstə gələk 3-dən. Bu üçbucağa görə, üçbucaq bərabərsizliyinə görə. Yuxarı ki, bax yazıram, üçbucaq A, B, C-dən. 2 üstə gələk 3-dən kiçikdir. 2 çıxaq 3-dən, 3 çıxaq 2-dən də böyük olmalı. Yəni 1-dən də böyük olmalı. Yəni 1 kiçikdir, X kiçikdir 5-dir. Birinci üçbucaq üçün bu şərti ödəməli. Keçirəm indi aşağıdakı üçbucağa. Üçbucaq ACD-dən isə uşaqlar. Yenə üçbucaq bərabərsizliyinə görə. X kiçikdir 3 üstə gələk 6-dan, yəni 9-dan. Böyük olmalıdır 6 çıxaq, yəni 3-dən. Bax bu iki şərti ödəməlidir. İndi bu ikisinin hər ikisini ödəmək üçün biz belə eləyirik. Yazıram ki, bura 1 yazıram, bura 3 yazıram, bura 5 yazıram, burada 9 yazıram. Onsuz da bunun havası başa düşəcəksiniz bərabərsizlik keçəndə. Yuxarıki üçün belədir. 1-dən 5-ə qədər. Aşağıki üçün 3-dən 9-a qədərdir. Hər ikisini ödəyən isə X nə olmalıdır? 3 kiçikdir, X kiçikdir 5 olmalı. Nə soruşur? Tam qiymət saddır. Tam qiymət bizə 4-dür. X bərabər 4-dür uşaqlar. Y variantı. Keçirik 17-yə. On yedi. On yeddidə də belə bir şey verir. Uzağa çəkək. A'dır, B'dir, C'dir. Buranın verib alfa bucağı. Buranın verib beta bucağı. Buranın da verib gamma bucağı. Bu C'dir, bu B'dir, bu A'dır. Deyir ki, alfa böyük, beta böyük, gamma olarsa A çıxaq C'nin modulu. Üstə gələk C çıxaq B'nin modulu. Üstə çıxaq B çıxaq A'nın modulu. Bu ifadəni sadələşdirin. Əvvəla gəlin özümüz üçün müəyyənləşdirək. Burada ən böyük tərəf hansıdır? A. A böyükdür B'dən, o da böyükdür C'dən. Keçirəm indi qalanın modulun açılmasıdır. Bərabərdir. Baxaq görək. A C-dən böyükdür. Deməli A çıxaq C müsbətdir. Ona görə özü çıxır. A çıxaq C. Üstə gələk.
C ilə B. C B-dən kiçikdir. Görürsünüz? Deməli onda əksi çıxacaq. B çıxaq C olur. Çıxaq B A-dan kiçikdir. Deməli bu A çıxaq B olacaq. A çıxaq B. Düzdürmü? A çıxıram bunu da. A çıxaq C üstə gələk B çıxaq C. Çıxaq A üstə gələk B. Görək nə alındı? A'lar getdi. Eləmi? 2B çıxaq 2C. Belə bir şey var mı? D variantı. Keçirik 19'a. Da çox maraqlı sual oxşur uşaqlar. Belədir. Bucaq ABC-də belə bir şəkil çəkib. Buradan da bir dənə belə bir şəkil çəkib. Buranın 90 dərəcə yazıb. Buranın verib alfa. Bura 39 dərəcədir. Buranı verib 4 alfa. A, B, C, D'dir. Hə. ABC neçə dərəcədir? Bucaq ABC neçə dərəcədir? Baxaq görək nə? Bura 90 dərəcə çıxaq alfadır. Niyə? Görürsünüz, qonşusu bax bu tərəf 90'dır. Deməli, bura cəmi 90'dır. Buranı alfa verdiyi üçün bura 90 çıxaq alfa olur. Üçü birlikdə neçə olmalıdır? 180 yazıram. 39 dərəcə, üstə gələk 4 alfa, üstə gələk 90 dərəcə çıxaq alfa bərabərdir 180 dərəcə olur. Onda 3 alfa üstə gələk 129 dərəcə bərabərdir 180 dərəcə. 3 alfa bərabərdir. Neçədir 129 çıxanda? 51 eləyir, nə eləyir bilmirəm. 51 dərəcə. Alfa da bərabərdir 17 dərəcə. Bizdən də A, B, C-ni soruşur. Düzdürmü? A, B, C. Alfa, A, bucaq A, B, C də bərabərdir 90 dərəcə çıxaq alfa. Yəni 90 dərəcə çıxaq 17 dərəcə. Bu isə 73 dərəcə varmı? D? Düzdür? Hə. Birdən hesablama səhv eləyərəm, ona görə deyəm. 21'ə baxaq. 21 də super maraqlı və asant bir sual uşaqlar. 21 belədir. X-in ala biləcəyi ən böyük tam qiyməti tapın. Ən böyük tam qiymət. Belə bir üçbucaq verib. Bura 7'dir, bura 10'dur, bura x üstə gələk 3'dür. Uşaqlar, x üstə gələk 3 nədən kiçik olmalıdır? 17'dən, yəni 10 üstə gələk 7'dən. Onda x kiçikdir 14. Ala biləcəyi ən böyük tam qiymət 13 olmalıdır. Keçirik 23'ə. Yirmi üç belədir. Üçbucağın perimetridir. 26'dan kiçikdirsə, bu görə bu nədir? X çıxaq 1. 2x. Burada da x üstə gələk 5. 26'dan kiçikdirsə, x-in mümkün olan natural qiymətlərin cəmini tapın. Bu biraz P kiçik 26 olmalıdır. Birincisi baxaq. 2x üstə gələk x çıxaq 1. Üstə gələk x üstə gələk 5 kiçikdir 26 olmalıdır. Bu da 4x üstə gələk 4 kiçikdir 26. 26'dan 4x kiçikdir 22'dən. X da kiçikdir 5 tam onda 5 eləyir. X kiçik 5 onda 5. İndi deyir ki, nəyi tapın deyir? Ümidvaram ki, burada üçbucaq bərabərsində ehtiyac qalmayacaq. Ala biləcəyi natural qiymətləri. İndi burada bir məqam da var. X 1 ola bilməz. Çünki 1 olsa tərəf 0 olur. Onda 2 yazaq, görək düz gəlirmi? Bu 1, bu 4, 6, düz gəlmir. Yox, 2 yazanda düz gəlirmi? 2'dən 1 çıxanda 1, 4, 7 olmur. Görürsünüz, bax, aldadıcılığı burasında. 2'li saymalı. Bildinizmi niyə uşaqlar? 2 yazanda, 2 yazanda. Bax, 2'dən 1 çıxanda bura 1 eləyir, bura 4 eləyir, bura 7 eləyir. Belə bir üçbucaq olmur. Bu getdi. 3'ə baxaq. 3 yazaq, görək nə olur. 3 yazanda bura 2 elədi, bura 6 elədi. Burada 8 elədi. Yenə olmur. Görürsünüz, 3'ü də ödəmək olmur.
bu Allahcılığı burasında da siz tez sevincə yazarsınız, bir üstə gələ, üç üstə gələ, ondan da şey. Keçək neçə yazırıq indi? 4'ü yazaq. 4 olanda bu olur 3, 8, bu da olur 9. Bu ödədir. 4 ödədir. Keçək bir dənə də 5 qaldı. 5'ə baxaq. Bu 4 eləyir, bu 10 eləyir, bu da 15 eləyir. 15 mi eləyir? Yox, 5 eləyəndə bu da. İkisi də 10 eləyir. Düz gəlmir axı onda. 5 eləyəndə bu 4, bu 10, bu 10. Düz gəlirmi? Ha, düz gəlir. Niyə düz gəlmir? Hə, cavab 9. Elədirmi? Çox yaxşı. Keçək 25'ə. Görək 25'də nədir? %25'də belə bir maraqlı bir situasiya tapşırığıdır. Mən də çox uzatmayacağım. Bunu belə bir çay şəkli çəkib. Kanal. Burada A yazıb. Burada B yazıb. Burada da C yazıb. Və belə bir ox çəkib görək nə soruşur. Deyir, eni sabit olan düz xətli su kanalının bir tərəfində A və B nöqtələrində 2 gözətçi məntəqəsi. Digər tərəfində isə bir gözətçi məntəqəsi var. A və C arasındakı məsafə 30'dur. A ilə C'nin arasındakı 30'dur. B ilə C'nin arasındakı məsafə 26'dır. 26'dır. A və B məntəqələri arasındakı məsafənin tam ədəd olduğunu bilərək AB məsafəsinin ən böyük qiymətini hesablayın. AB məsafəsi də tutaq ki X-dır. X nə olmalıdır? Kiçik olmalıdır. 30 üstə gələk 26'dan. Yəni X kiçik də 56, ən böyük qiymət də 55. Elədirmi? X AB bərabərdir 55 olur. 27'yə baxaq. 27 bu sonuncudur uşaqlar. Belə bir üçbucaqdır. Hamı şəkili çəksin. Bilirəm acıbsınız. Biraz səbirli olun. AB 7'dir. BS 15'dir. BS 15'dir. Bucaq B'də böyükdür bucaq A'dır. AC tərəfindən ala biləcək ən böyük və ən kiçik tam qiymətlərin cəmi. Deməli, bucaq B, bucaq A'dan böyükdür. A'dan böyükdür. Yəni, X böyükdür 15'dən. Bunu demək istəyir. Düzdürmü? İndi, 15'dən kiçikdir, X 15'dən kiçikdir. X həm də kiçik bu ikisinin cəmindən. Yəni, 22'dən. 15'dən böyük 22'dən. Deyir ki, ala biləcək ən böyük qiymət. Ən böyük qiymət 21'dir. Ən kiçik qiymət də 16'dır. Cəmi 37'dir demək Sübhan. Düzdür. Bu qədər uşaqlar cüt sayda olanları evdə